Allah Teala Əraf surəsinin 179-cu ayəsində cəhənnəm ayələrindən danışanda buyurur, biz cəhənnəm üçün bir çox cinlərdən və insanlardan ora daxil edəcək. Kimlərdir o insanlardan, hansı sinif, hansı növ ora daxil olacaq? Ayət-i şərifənin davamında buyurur, ləhum qulubun la yəfqəhun. Onların ki qəlbləri var, lakin onlar anlamaz. O qəlb ki var, Allah verib o qəlbindən insan anlamaz. Və ləhum a'yunun la yubsiruna biha. Onların gözləri var, lakin onlarla görməzlər, baxmazlar, həqiqət barəsində görüb düşünməzlər. Və ləhum azanun la yəsmə'una biha. Onların qulaqları var, lakin onlar haqqı, həqiqəti eşitməzlər. Görürsən, başqa sözü uzaqdan eşidər, amma haqqı deyəndə özün eşitməməzliyə vurar. Ya səsin qaldırar ki, eşitməsin, ya həmin yeri tərk edər ki, o söz onun yanında danışılmasın. Allah Teala burada ağır bir bənzətmə eləyir. Allahın kəlamıdır deyə cəsarətlənib bunu deyirəm, amma bəzən elə sözlər var, insan cəsarət eləyib onu deyə bilmir. Deyir, belə insanlar, onların ki, qəlbləri var, anlamazlar, gözləri var, görməzlər, qulaqları var, həqiqəti eşitməzlər. Ulaikə kəl-ən'am. Onlar o dördəyəqlılar kimidir. Ardıca buyurur, bəlhum əzəl, bəlkə onlardan da azğındılar. Bilirsinizmi niyə dördəyəqlıdan da aşağıdır? Allah insana həm əql verib, həm şəhvanı hiss verib. Amma mələkə əql verib, şəhvanı hiss verməyib, heyvana şəhvanı hiss verib, amma ağıl verməyib. Yəni, mələkin üstünlüyü o ağlına görədir, daim ibadətdə, zikirdədir. Onu pisliyə vadar eləyən qüvvə yoxdur. Heyvanda da onu yaxşılığa vadar eləyən əql yoxdur, şuur yoxdur. Amma insanda həmi xeyir, həmi pisliyə vadar edən qüvvə var. Əmirül Müminin Əli əleyhissalam buyurur ki, əgər insan ağlını nəfsinə qalib eləsə, nəfsi əqllə mübarizədə məğlub olsa, o mələkdən də üstün olar. Çünki insanı pisliyə vadar eləyən qüvvə var idi, ona getmədi. Amma əksi, nəfsani hissləri əqlini üstləmiş olsa, o heyvandan da aşağı olur. Bilirsənmi niyə? Çünki buna axı xeyrə dəvət eləyən, çəkən